Hörmətli izləyicilər, asfalt yolun kənarında çox münasib qiymətlə satılan birinci və ikinci mərtəbəsi monolit beton olan əla bir 4 otaqlı həyətəvi çəkib təqdim edirəm. Baxın, bu yanındakı ev və bu qalır. Əlavə olaraq da bir dənə bu proyektlərin 2 balkonlusu var. Daha doğrusu bu quruluşda olan sadəcə başqa proyekt, sol görünüş olaraq bu görünüşdə olan fərqli proyektdə var. Deməli, çox münasib qiymətdən təklif olunur. Masazırda yerləşir, metroya gedən marşrut yolunun 100 metrliyindədir. Qapısının ağzına kimi asfalt yoldur. Birinci və ikinci mərtəbə monolit beton. Birinci mərtəbə bütünlüyündə isti döşəmədir. Hündür zirzəmisi var. Zirzəmiyə daxildən keçid qoyulub. Dəyərli dostlar, həyət yanı sahə bu qaydadadır. 2-3 maşın sərbəst daxil ola bilər. Evin və torpağın kupçası çıxarışı var. Dəyərli dostlar, istidilmə kombi aparatı vasitəsilə təchiz olunacaq. Kombi aparatının yeri burada nəzərdə tutulub. Çox səliqəli formada təmir olunmuş əla bir evdir, dəyərli dostlar. Birinci mərtəbə bütünlüylə monolit beton və isti poldur. O cümlədən mərtəbələr arası monolit betondur. Girişdə sağ hissədə yerləşir böyük bir qonaq otağı. Bu mərtəbə üçün radiator alınmayacaq. İkinci mərtəbədə artıq radiatorlar quraşdırılmalıdır. Ora evin zal hissəsi idi. Bura mətbəx sahəsi çox əla otaq ölçüləri mövcuddur. Elə bir 15-20 kvadrat metrli mətbəx sahəsi mövcuddur. Burada yerləşir ilk mərtəbənin sanitar qovşaq və hamam otağı. Ölçüyə fikir verin, olduqca geniş ölçüyə sahibdir. 2 ədəd trap nəzərdə tutulub, duş kabinində yığmaq mümkündür. Buradan evin zirzəmisində keçid qoyulub, isti polun xətləri buradan da zirzəmi sahəsini sizə göstərim, quruluğuna fikir verin. Baxın, hörmətli izləyicilər, bütün otaqlara keçid qoyulub, alt hissədən rahatlıqla bütün deməli əlavə avadanlıqlar bu hissələrə yığa bilərsiniz. Evin birinci və ikinci mərtəbəsi qeyd etdiyim kimi monolit betondur və ikinci mərtəbənin yekununda beton kəmər atılıb. Qiymət isə cəmi 115 min manatdan təklif olunur. Burada az əvvəl vurğuladığım əlavə olaraq bundan başqa 2 ədəd ev var. Onların qiyməti isə 110 min manatdır. Qiymət fərqinin səbəbi həyətyanı sahənin ölçüsüdür. Bunun ölçüsü daha böyükdür. Burada 3 ədəd geniş yataq otağı. Solda isə ikinci mərtəbənin sanuzeli yerləşir. Baxın. İkinci mərtəbənin də sanuzeli isti döşəmədir. Təbii işıqlandırma üçün buraya da pəncərə qoyulub. 1 və 2-ci mərtəbə monolit beton, 2-ci mərtəbənin yekununda beton kəmər atılıb. Bura ailə üçün nəzərdə tutulmuş böyük yataq otaqda, eyvan sahəsində buradan da çıxış var. 2 otaqdan eyvan sahəsinə çıxış var. Növbəti otaqda budur. Masazırda 6 nömrəli məktəbə çatmamış 569 nömrəli marşrut yolunun 100 metrliyində yerləşir. Qiymət start olaraq 115 min manatlara və saxlama unutmayın. Sağ olun, hələlik.